Salam dəyərli dostlar, xoş gördük hər birinizi. Dəyərli dostlar, keçən yayımda mən bu yaramazın haqqında danışdım. Bir yaramaz çıxır, talışların ünvanına, ağzına gələni deyir. Tərbiyəsiz çalışır, talışları alçatsın, təhqirə ramiz ifadələr işlədir ünvanına və Rızayev Şücaət Gülbaba oğlu və digər oradakı dostlardan hüquq mühafizə orqanlarına müraciət edirlər. Məndə olan məlumata görə şəxsən orada Müştəba adlı bir şəxs güzgü xidmətinə çıxır, bununla bağlı müraciət eləyir. Deyir, bizi təhqir eləyirlər, bizi bir nəfər çıxıb ağzına gələni danışır. Xülasə, bütün bu aylarla davam edən təhqirə dözməyərək əsəblərinə hakim olmayan Rızayev Şücaət adamı tapır, aparır, öz üsullarıyla cəzalandırır. Biz bunu təqdir etməmişdik. Biz bunun haqqında demədik ki, Rızayev Şücaət Gülbabaoğlu düz eləyir. Amma adam aparır, adamı döyür, məndə olan məlumata görə. Sonradan bundan üzr istətdirir talışlardan və cibinə də 40 manat pul qoyur, aparır, düşürdür evində. Amma ibtidai istintaq neyinir? İbtidai istintaq birbaşa adam oğurluğu ilə başlayır bu istintaqa. İndi burada adam oğurluğu var mı, yox mu? Təbii ki, onun məhkəmə istintaqında müəyyən olunacaq. Amma bu hadisəyə sonradan müstəntiqin şəxsi inadları hesabına o Ləmbəranski dedilər, səhv etmirəmsə, məndə olan məlumata görə onu işdən də çıxardıblar. Adamın şəxsi hikkəsi ilə, kini ilə, o tələbi ilə sonradan Rızayev Kamran Şücaət oğlu da bu işə qoşulur. Bu cinayət hadisəsinə cəlb olunur və Rızayev Kamran Şücaət oğlunun məhkəmə prosesləri, istintaq prosesləri ayrıca gedir. Tam ayrıca aparılır. Dünən ayın 26-sında saat 3 radələrində Rızayev Kamran Şücaət oğlunun məhkəmə prosesi keçirilir. Məhkəmə prosesində adam hadisə baş verən gün, dəyərli dostlar, Hövsanda olur, səhv etmirəmsə. Antin dairələri Kamranı tam başqa bir yerdə göstərir. Adama bir neçə maddə ilə dövlət ittihamçısı nə qədər cəza istəsə yaxşıdır məhkəmədən. 12 il cəza istəyib məhkəmə Ağbağ Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə 12 il azadlıqdan məhrum olunsun deyib prokuror. Bu bizim bəzi bu dövlət ittihamçıları, mən onu yaşamışam deyə dəyərli dostlar deyirəm. Bu cəzanı istəyəndə bunlar hara baxırlar? Ümumiyyətlə bu bəzi dövlət ittihamçıları var, bu prokurorluğun nümayəndələri. Bunlar nə yeyiblər, nə içiblər, harda təhsil alıblar bunlar? Hə, qardaş, sən bu cəzanı daşa, divara, şalbana, taxtaya istəmirsən, ha kişi. Bunu sən insanoğlu insana istəyirsən. Ona görə də mən bir daha buradan ölkənin baş prokurorluğundan, Daxili İşlər Nazirliyindən, bu ölkəni idarə edən vicdanlı şəxslərdən xahiş edirəm. Bu Rızayevlər ailəsinin səsinə səs verilsin. Anası zəng eləyib indi. Dünənləri prokurorun ağzından eşidib ki, 12 il cəzalansın Rızayev Kamran. Ana bugün komaya düşüb, vəziyyəti gərgindir evdə. İndi mənə zəng eləyib ağlaya-ağlaya. Mənim dünən xəbərim olmayıb. Dünən axşam bilmişəm ki, Rızayev Kamrana 12 il cəza istəyib dövlət ittihamçısı. Təbii ki, hələ məhkəmə qərar verməyib. Ümidvarıq ki, məhkəmə ədalətli bir qərar verəcək. Kamran Rızayev vətən müharibəsi iştirakçısıdır, veteranıdır. Ölkə prezidenti tərəfindən təltif olunub. Adam hadisə baş verdiyi an orada olmayıb, ha kişi. Olmayıb, adam hadisə baş verəndə orada olmayıb. Yəni dəhşətdir, qardaş. Bunlar hara baxırlar? Bu nə cəza istəməkdir? Bu ümumiyyətlə bu yanaşma nə yanaşmasıdır? 12 il azadlıqdan məhrum edilsin. Niyə qardaş? Niyə? Amansızcasına adam öldürür. Niyə 9 il iş alır? Mən ümidvaram ki, bizim bu səsimizi adəti qurumlar eşidəcək və Rızayev Kamran Şücaət oğlunun ümumiyyətlə bu yaramazın danışıqları birinci istintaq tərəfindən araşdırılacaq. Kim bu yaramaza bu söyüşləri, bu təhqirləri etdirib, o araşdırılacaq.
Bu hadisə ciddi şəkildə araşdırılacaq və bu 11 nəfəri birdən-birə bədbəxt eləmək olmaz. Qardaş, bu 11 nəfər nədir? Bunları hardan yığdılar? Kim kimə zəng eləyib həmən günü? Kim kimlə danışıb, hamısı bu Bakı İstintaq Təcridxanasındadır. Mən ümidvaram ki, məsələ ciddi şəkildə araşdırılacaq və ən azından məhkəmə Kamranı məhkəmə zalından əhv edib buraxacaq. Mən bunu gözləyirəm. Belə, dəyərli dostlar, mən zaman-zaman bu hadisə ilə bağlı sizi məlumatlandıracağam. Azərbaycan ictimaiyyətini məlumatlandıracağım və Azərbaycan hüquq mühafizə orqanları da bu məsələni diqqətə götürəcək, dəyərli dostlar. Yayımımızı bəyənin, paylaşın. Kanalımıza mütləq abunə olun. Sağ olun, sağlıqla qalın.